Sumqayıt şəhərində 1972-ci il təvəllüdlü Əmir tanışı Fəridə xəsarət yetirib. Məlumata görə hadisə Sumqayıt şəhəri stansiya Sumqayıt qəsəbəsi ərazisində baş verib. Əmir qəsəbədə yerləşən tanışı Fəridin yaşadığı fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun baş nahiyəsinə yumruq zərbəsi ilə vurub. Əmirin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, məlum hadisə günü təxminən saat 20:00-da yeyib içmək üçün Fəridin yaşadığı evə gedib. Birlikdə yemək yedik və ikimiz üçün yarım litr araq içdik. Bir müddət sonra Fərid sərxoş vəziyyətdə mənimlə kobud zarafat etməyə başladı. Buna görə ona iradımı bildirdim. Lakin o nalayiq ifadələrlə məni təhqir etdiyi üçün əsəbləşərək yumruqla baş nahiyəsinə bir dəfə zərbə vurdum. Fərid başından xəsarət aldı. Mən onun evindən getdim. Səhəri gün öyrəndim ki, Fərid onu döydüyüm üçün barəmdə polisə şikayət edib deyə təqsirləndirilən şəxs bildirib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o cinayət məsuliyyətindən azad edilib. Qeyd edim ki, adları şərti verilib.